aprelin sonunda baş verəcək maqnit qasırğaları bir çox insanlar üçün problem yaradacaq. Səbəbi odur ki, geomaqnit aktivliyinin qırmızı səviyyəyə yüksələcəyi proqnozlaşdırılır. Qravitə avadanlığı və elektronikanın təsirinə məruz qalması da mümkündür. Yeni Sabah məlumat verir ki, aprelin 2-də 2K indeksi altı səviyyəsində güclü maqnit qasırğası gözlənilir. Aprelin 2-də geomaqnit aktivliyi azalacaq ki, bir gözlənilir. Ayın son günü göstəricilər sabitləşəcək, qısa müddətli lokal alovlanmalar mümkündür. Ancaq ümumi vəziyyət normal olacaq. Saat 9:00-a olan xəbərə əsasən ölkə ərazisinin əksər yerlərində şimşək çaxır, arabir leysan xarakterli yağış, Şahdağda isə qar yağır. Düşən yağıntının miqdarı Quba və Qusarda 10, Xaltanda 5, Çəki, Qrız və Şabranda 4, Oğuz, Qəbələ, Altıağac, İsmayıllı, Yardımlı, Astara, Ağdam, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Sabirabad, Cəlilabad, Neftçala, Kəlbəcər, Laçın, Şuşa, Xankəndidə 3 mm, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək təşkil edir. Bəzi yerlərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Goranboyda 23, Naftalanda 22, Neftçalada 20, Göyçay və Bərdədə 16 metr/saniyə çatır. Dənizdə dalğanın hündürlüyü 3,4 metrdə. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 11, Naxçıvan 15, Aran rayonlarında 17, dağlıq rayonlarda isə 8 dərəcəyədək isti qeydə alınıb.